Beynimizin tam olaraq %100'ünü biz işlədirik. Xəyanətin düzdür, qəbul olunmadığını, amma bir növdə normal olduğunu demisiniz. Konuşduğumuzda məsəl üçün kişilərmi biolojik olaraq deyirəm, yoxsa qadınlarmı xəyanətə daha çox meyllidir? Ən şaşırtıcı özəlliyi nədir beynin? Deyərdim ki, simulyasiyanı yaratması. Biz də bu simulyasiyanı beynimizdə yaşayırıq. Gələcəkdə zehnimizi dəyişmək bunu ancaq insan dərisi ilə görə bilər. Dediyiniz kimi tibbin görünməyən bir tərəfidir, arxadakı qəhrəmanlar. Həkimlə söhbət verilişinin bugünkü qonağı bir çoxumuzun sevdiyi, neyroelm sahəsində təcrübəçi, klinik biokimyacı doktor Fərid Rəfibəylidir. Xoş gəlmisiniz doktor. Xoş gördük, təşəkkür edirəm. Sosial mediada çox gözəl paylaşımlar edirsiniz. Həqiqətən az öncə dediyim kimi, yəni bir videoya başlayırıq baxmağa, sürekli çevirə, yəni sanki o günü bitirərmiş kimi davam edirik. Neyroelm sahəsində məşğulsunuz. Çox gözəl bir sözünüz var. Özünə yaxşı bax, görəcəksən. Bu sözü nəyi ifadə etmək istəmisiniz? Düşünürük ki, insan əslində necə bir canlı olduğunu bilməlidir. Verdiyi qərarların, etdiyi hərəkətlərin nəyə əsaslandığını bilməlidir. Və özünə yaxşı bax, görəcəksən, bu biraz da metaforik mənada səsləndirmişik, yazmışıq. Əslində bunu həm də özümüzə bir şüar kimi seçmişik ki, məqsədimiz odur ki, insanı özü ilə tanış eləmək. Yəni yenə deyirəm, necə bir canlı olduğunu bilmək, qərarlarının nəyə əsaslandığını bilmək. Bunu biləndə insan yaşamağı da asanlaşdırır deyək. Neyroelm olaraq tam olaraq, yəni sinirlərlə mi bağlı bir araşdırma aparırsınız? Beyin hücrəsi ilə bağlı bir araşdırma aparırsınız? Tam olaraq nəyi qapsayır? Beyin və davranışla bağlı təcrübələr aparırıq. İstəsəz bunun qısaca tarixçəsini deyə bilərəm. Necə oldu ki, mən neyroelmlə məşğul olmağa başladım. 2019-cu ildə rezidentura təhsilini bitirəndən sonra klinik biokimya üzrə və laboratoriya üzrə rezidentura təhsilini bitirdim. 19-cu ildə xaricə gedib genetika üzrə təhsilimizi davam etdirmək istirdik yoldaşımla birlikdə. Amma əslində mən nənəmə söz vermişdim ki, onu ölməyə qoymayacağam. Yəni bu genetikaya həvəsim, biraz da emosionallıq var idi. Bu tərəfdən yanaşırdım. Amma sonra gördüm ki, həyat söz verən insanları sevmir. Pandemiya başladı və biz də məcbur Abşeron Modul xəstəxanasında həkim kimi fəaliyyət göstərməyə başladı. Orada insanların çox xəstə gördük. İşlədiyimiz müddətdə təxmini 2 il, 3 ilə yaxın müddətdə Abşeron Modul tipli xəstəxanada həkim kimi çalışdıq. Həmin müddətdə də çox xəstə ilə tanış olduq və onların göstərdiyi davranışlar, verdiyi reaksiyalar falan mənim çox diqqətimi çəkdi. Elə bununla da neyroelmlə məşğul olmağa, onların davranışlarının arxasındakı səbəbi öyrənməyə başladım və buralara qədər gəlib çıxdıq. Gəldiniz. Ən sevdiyiniz yan hansı tərəfidir? Neyroelmi. Bəli. İnsan özünü tanıması deyərdim. Deməli, belə bir deyim var ki, nə olur olsun, hər şey yekunda gəlib beyində bitir. Bəli, doğrudur. Çünki insan bu dünyanı beynində yaşayır, bu həyatı beynində yaşayır və ətrafda gördüyümüz hər şey, bu dünya beynimiz tərəfindən yaradılan bir simulyasiyadır. Çünki ətrafdakı hər şeyi biz 5 duyğu orqanımız vasitəsilə qəbul edirik. Gözlərimiz, qulaqlarımız, burnumuz, ağzımız və dərimiz vasitəsilə. Aldığımız bütün məlumatlar, məsələn, deyək ki, dərimdə bir toxunuş vəsərim olacaqsa, elektrokimyəvi qıcığa çevrilir, tık-tık beyinə gedir. Qulaqda, məsələn, aldığım bir tezliyi, səs tezliyi qulaqda, o ən kiçik sümüklər bilirsiniz, çəkic, üzəngi vəsərəm. Onların titrəşimləri sayəsində beynimizə bir məlumat gedir. Bəlkə də, bilmirəm, beyin əməliyyatları görmüsünüz yoxsa yox. Beyin əməliyyatlarında xəstənin beyninə toxunanda bir şey hiss eləmir, işıq salsaq bir şey hiss eləməyəcək. Yəni beynimiz bu dünya ilə birbaşa təmasda olmuyor. Ancaq ətrafdan aldığı qıcıqları elektrokimyəvi enerjiyə çevirib beyinə göndərir və onun şərhini yaradır beyində. Yəni ətrafda gördüyümüz gerçəkliyin tam olaraq özü deyil. Məsələn, deyək ki, bizim duyğu orqanlarımız müəyyən aralıqda fəaliyyət göstərə bilirlər. Deyək ki, qulaqlarımız 20-20 min tezlik arası səs dalğalarını qəbul edə bilir. Gözümüz 320-750 nanometr falan belə olmalıydı. Yəni gördüyümüz bu dünyanı biz limitli şəkildə qəbul edə bilirik. Ondan artığını qəbul edə bilmirik. Amma başqa heyvanlar, məsələn, yarasaların səs tezlikləri daha fərqlidir. Bizim eşitdiyimiz səslərdən daha üstündədir. Bəli, dalğaları görə bilirlər, eşidə bilirlər. Amma insanda, yəni bütün canlılarda bu fərqlidir, bir limitli var, həmçinin insanda da.
Bundan Məsələn, kənara çıxa bilmirik. beynimiz bu şeyi eşitmişik ki, beynimiz məsələn 20%-ni istifadə edir. Bu Total 100%-nin %20-sini götürür. yəni qəbul edir ətrafına. Qəbul edir. Əslində beynimizin tam olaraq %100-ünü biz işlədirik. Bu haqda bir videoda paylaşmışdıq. Bilmirəm görmüşdünüz yoxsa yox. Bu çox məşhur bir deyim idi. O vaxt insanlar arasında belə bir deyim yarandı ki, biz əslində %10-unu işlədirik. Hətta cəmaata bu daha maraqlı gəldi ki, əgər %10-unu işlədim, %100 işləsəm nə edərdim, nələr edərdim falan. Amma sonra elm inkişaf elədikcə, bəzi cihazlar çıxdıqca, insanın beynini görə biləndən sonra artıq məlum oldu ki, insanlar əslində beyninin elə %100-ünü işlədirlər. Necə məsələn, deyək ki, bir kompüter, məsələn, bir planşeti açmışıq. Hər tərəfindən elektrik siqnalları keçir, düzdür, işləməyən yeri yoxdur. Amma bu o demək deyil ki, bir tərəfi məsələn prosesoru işləyir, digər şey işləmir falan. Hər tərəfindən əslində enerji keçir, amma hansı fəaliyyətlə məşğul oluruqsa, daha çox ağırlıqlı olaraq həmin hissələr işləyir. Məsələn, vücudumuzda bir takım hormonlar salınır. Serotonin, dopamin, bizə mutluluq verən hormonlar. Bu hormonların təbii şəkildə beyində aktiv saxlanılması, məsəl üçün, vücud ürətir və bunu beyin belli bir qədər saxlayırmı, yoxsa dediyiniz kimi dışarıdan aldığımız sinyallərlə bu dəstəklənir? İnsan hormonal bir canlıdır və bütün hisslərinin, bütün hərəkətlərinin arxasında bir hormonal sistem dayanır. Aldığımız hormonları təbii ki, saxlamırıq, elə bir depomuz da yoxdur. Sadəcə həmin hadisəyə uyğun olaraq müəyyən vəzdə ya beynin özündə bu hormonlar ifraz olunur. Amma dopamin, serotonin bunlar hormondan çox neyrotransmitter sayılır. Neyrotransmitter nə deməkdir? Neyronlar arası keçiriciliyi artıran kimyəvi maddədir və insana həzz, xoşbəxtlik və yaxud da digər hissləri yaradırlar. Amma suala konkret olaraq cavab verim, heç bir hormon demək olar ki, depolanmır. Yəni vəzn özündə ola bilər, amma vücud depo kimi qalmır. Məsələn, ürətilir və həmin harcanır. Bəli. Beyində ən şaşırtan şey nədir insanı? Yəni bu heç bir məsələn tamam funksiyası var, nəsə bir qəbul etmə özəlliyi var, algılama özəlliyi var, amma heç ən şaşırtıcı özəlliyi nədir beynin? Bu dünyanı, bu simulyasiyanı beynimiz yaradır və biz də bu simulyasiyanı beynimizdə yaşayırıq. Məsələn, az öncə dediniz ki, biz 5 duyu orqanından qəbul edirik və beyinə ötürürük bunları. Bu beyinə getmə aşaması çox hızlı bir şəkildə olur da. Məsəl üçün, bir şeyə baxdığımızda bunun qələm olduğunu həmin algılayırıq. Yəni bunun üçün bir dəqiqə, 2 dəqiqə vaxt sərf olunmur. Bu süreç necədir bəs? Hızlı bir keçiş sürəci. İşıq sürəti ilə demək olar ki, ötürülür və adətən saniyənin 1/10, 2/10 qədər bir zaman ərzində qərarlarımızı veririk. Ya həmin gördüyümüz bir əşyadsa, eşitdiyimiz bir söz, hiss elədiyimiz hər nədirsə, bir hissdirsə, onun haqqında artıq beynimizdə bir məlumat formalaşır. Əgər ani bir şeylər olsa, məsələn, stres falan, hansı ki biz onlara çox sürətli reaksiya verməliyik. Bunlar beynimizdə hazır paketlər şəklində var. Məsələn, üzərimizə bir deyək ki, maşın gələndə biz artıq hara qaçaq, hansı tərəfə qaçaq və s. bunları düşünmürük. Əgər bir stres varsa, onlar artıq ona verəcəyimiz cavab beynimizdə hazır paketlər şəklindədir. Yaddaş kartı kimi bir şey var. Sürətli şəkildə icra olunurlar. Hətta ola bilər ki, məsələn, əlimizə deyək ki, bir isti yerə ya kəskin bir yerə vuranda sürətli şəkildə çəkirik. Bu artıq bu məlumat beyinə yox, onurğa beynində həll olunur. Sonra artıq bu məlumat beyinə gedir, orada analiz olunur və s. Bu da reflekslərin sağlamlığını göstərir. Gələcəkdə məsəl üçün beyni daha da inkişaf etdirib bu olduğundan daha fazla səviyyəyə gətirmək olur yoxsa yox? Yoxsa beynin bir belli kapasitesi var və o kapasitəyə yetinəcək beyin. Bədən və zehni bir-birindən ayrı tutmaq əslində çox yaxşı bir yanaşmadır. Bunu mən hər gün qarşılaşacağımız bir şey deyil. İnsanlar adətən zehni ayrı bir şeymiş kimi, bədəni ayrı bir orqan ya nəsə bədənimizi zehnimizdən yəni ayrı tutmağa çalışırlar, amma əslində bu düzgün yanaşma deyil. Məsələn, deyək ki, insan acıbsa, enerji ehtiyacı varsa, bədənində kortizol artacaq, qrelin hormonu, acıq hormonu artacaq və bu da insanın zehninə çıxacaq, başlayacaq zehni idarə etməyə. Bədənimizdə hormonlar nə qədər artırsa, zehnimizi bir o qədər ələ keçirə bilirlər. Gələcəkdə zehnimizi dəyişmək bunu ancaq təkamül nəticəsində görə bilərik. Məsələn, Neandertallar dediyimiz bir növ, hansı ki, təxmini olaraq 40 min il əvvəl yer üzərində insanla bərabər yaşayıblar. Onların beyni insan beynindən təxmini olaraq 15% böyük olub. Bunu da necə bilə bilirik? Çox insana 40 min il əvvəl geriyə gedib o beyni necə başa düşə bilmişik? İnsanlarda biraz qərbəlik yaradırlar. Çox sadə, beyin böyüdükcə, indi anatomiya dərsində də yəqin ki, bilirsiniz,
kəllə sümüyünə müəyyən təzyiq edir. Orada çuxurlar və sairə bu izlər falan yaranır və buna əsasən də beyin həcmini təxmin edə bilirik. Və təxminlərə görə Neandertalların beyni insan beynindən 15% böyükdür. Amma onların nəyə görə bəs Homo sapiens cinsi həyatda qala bildi? Çünki Homo sapiens növündə daha çox sosiallıq var idi. Yəni beynin böyük və ya kiçik olması onun həyatda qalma şansını daha doğrusu dəstəkləmir. Və zehnimiz inkişaf eləyəcək, hansı səviyyəyə gəlib çıxacaq, onu da əvvəlcədən bilə bilmərik. İnkişaf eləyəcək, tamam, çox güman ki, inkişaf eləyəcək, çünki o istiqamətdə gedir, zehin olaraq inkişaf edə bilərik. Amma ümumi olaraq beynimiz son 100 min ildə təxmini 300 kub, səhv eləmirəmsə, 100 kub santimetr nəsə bu qədər kiçilib. Bunun səbəbi nədir? Ovçuluqla məşğul olmuruq. İntensiv olaraq ov eləmirik deyə və beynin də iş prinsipinə əsasən işlətmədiyi hərəkətləri, davranışları itirmək məcburiyyətində. Çünki onları saxlamaq üçün əlavə bir enerji sərf eləməlidir. Buna görə də istifadə eləmədiyi vərdişləri, nə bilim, alışqanlıqları falan bunları itirir, silir. Ona görə də beynimiz təbii olaraq kiçilir. Düşüncə necə formalaşır? O da əlbəttə ki, beyində, yekun nəticə beyində bitir olay. Bəli, düşüncə, yəni insan əgər həyatı dediyimiz kimi beyində yaşayırsa, düşüncə də beyində yaranır. Düşüncə bu biraz geniş mövzudur əslində. Düşüncə talamus dediyimiz bir yerdə yaranması güman olunur və əgər aktiv şəkildə düşünə bilən canlı olduğumuzu nəzərə alsaq, beyində neokorteks dediyimiz qabıq hissənin fəaliyyəti ilə əlaqədardır. İnsandan başqa da bəzi canlılar düşünə bilirlər, amma şuur işlətmək, bir şey, ağıl işlətmək və s. bu bildiyimiz qədər ancaq insana məxsus bir hərəkətli davranışdır. Amma bəzən deyirlər ki, heyvanlarda da şuur var. Düşüncə, şuur bəli var, amma insan qədər ağıl yoxdur onlarda, heyvanlarda. Ağıldan gözləntimiz nədir? Ağıl nə deməkdir? Məsələn, deyək ki, bura gəldik, indi nəsə haqqında danışırıq falan. Bir hekayənin əvvəlini, sonunu birləşdirib, o hekayə haqqında bir düşüncə, fikir istehsal eləmə bacarığına biz ağıl deyirik. Və bu da göründüyü qədər ancaq insana məxsus bir. İnsana məxsus bir şeydir. Müasir insan daim sosial təzyiq altında olur. Məsəl üçün hep bir bəyənilmə, qəbul edilmə, görünmə ehtiyacı durur. Bu beyin strukturunda hansı dəyişikliklərə səbəb olur? Bəyənilmə, görünmə bu sosial təzyiqdən çox sosial ehtiyaclara aiddir. Sosial təzyiq böyüdüyümüz cəmiyyət, doğulduğumuz mühit falan bizim beynimizdə bir fikir formalaşdırır, bizi yönləndirir. Bu əslində yaxşı bir şeydir. İnsan ömrünün demək olar, təxminən 70 il, 80 il olduğunu nəzərə alsa, hər şeyi təcrübə edib, o yanlışdır, bu səhvdir falan. Bu cür, yəni ömrümüz yetməz. Onda gərək insan 50 yaşından sonra yetişkin bir insan halına gəlsə. Amma sosiallıq insana bir bünövrə verir. Buna din də aiddir. İnsana çox yaxşı bir bünövrə verir, o başqa bir mövzudur. Amma sosiallıqdan danışırıqsa əgər, sosial təzyiq bizim üzərimizdə çox böyük rolu var. Bu nə ilə əlaqəlidir? Təxmini 50 min il əvvələ aid mağaralarda divar rəsmlərini tapanda, o vaxta qədər tapılan, demək olar ki, ona oxşar bir şeylə tamam çalırdılar, oynayırdılar falan, musiqi alətləri, hər nəsə. Amma artıq mücərrəd düşünmə anlayışının formalaşdığını gördük həmin mağarada tapılan divar rəsmlərinə görə. Bu düşüncə səviyyəsində kvant ilərləməsi sayılırdı. Ondan sonra, ondan 50 min ildən sonra və bir neçə min il ərzində insanlarda sosial təzyiq anlayışı formalaşmağa başladı. Və insanın demək olar, insan bioloji təkamüllə yanaşı sosial təzyiqə də məruz qalmağa başladı. Və indi, yenə deyirəm, bəzi hərəkətlərimizin, hətta təkamülü görməməyimizin səbəbi bu sosial təzyiqlə əlaqəlidir. Bununla bəs necə baş etmək olar? Yəni bir insan yəni məncə bu hamımızın içində var. Bir bəyənilmə, bir özünü göstərmə, yəni var olduğunu göstərmə. Məsələn, bu şeylərin qarşısını almaq üçün necə baş etmək olar bu durumlarla? Yəni sosial təzyiqlə. Bəli, sosial təzyiqlə necə baş etmək olar? Ancaq bunu təhsil səviyyəsində eləmək mümkündür. Yəni bir-iki nəfərin eləyə biləcəyi, insan tək başına düzdür eləyə bilər, ancaq necə eləyə bilər? Birinci bunu deyim, təhsil səviyyəsində necə eləyə bilərik? Bəzi Avropa ölkələrində müşahidə edirik ki, sosial təzyiq ortadan götürüldüyü ölkələrdə insanlar daha çox, məsələn, əgər qadınlardırsa, qızlardırsa, onlar daha çox
təbiətlərinə uyğun ixtisaslar seçməyə daha meylli olurlar. Məsələn, biz qadından qayğı, şəfqət gözləyiriksə, onlar daha çox tibb bacılığı, nə bilim, həkim və s. bu cür istiqamətlərdə gedirlər. Amma kişilərdə daha əksinə olur. Onlar daha ağır işlər tələb edən, daha düşünmə, məntiq irəli sürülən işlər tələb edən peşələri seçirlər. Məsələn, mühəndislik və s. bu cür işlərlə məşğul olurlar. Sosial təzyiqi ancaq bir cəmiyyət olaraq götürə bilərik və o da birdən-birə mümkün deyil. Amma fərd olaraq da götürülə bilər. Fərd olaraq insan bu cür edə bilər ki, ancaq özünü tanımaqla, özünü tanımaqla. Və iyi bir eğitimi olmağınla, dediyiniz kimi təhsilindən. Düzdür, təhsillə də mümkündür. Keçən dəfə postlarınızın birində, paylaşımlarınızın birində xəyanətin düzdür, qəbul olunmadığını, amma bir növdə normal olduğunu demisiniz. Bunu necə açıqlaya bilərsiniz? Düzdür, xəyanət yenə deyirəm, etik cəhətdən yaxşı bir şey deyil. Xəyanət eləmək, insanlar elə düşünürlər ki, mən xəyanətin tərəfdarıyam, xəyanət eləsinlər falan. Təbii ki, bu şeyi demərəm. Əlbəttə ki. Yəni bu şey heç kim deyə bilməz. Deyəndə də çox güman ki, əgər bir adam desə onu xəstəxanaya aparmaq lazımdır. Xəyanətin bioloji olaraq necə baş verdiyini dedim. Qısaca deyim, bir məlumat verəcəm. Bizim insanda bilirsiniz ki, beyincik var. Buna sürünən beyninə aid. Beyincik, pons medulla və s. Bunlar sürünən beyninə aiddir. Deməli, insanda beyinciyi yaradan genlər təxminən 650 milyon il əvvəl formalaşmağa başlayıblar və bu o deməkdir ki, bizim içimizdə başqa bir insan var, şuuraltımızda başqa əcdadımız var, bir atalarımızdan gələn bir instinkt və s. bir şey var və bunu insan öyrənməlidir, verdiyi qərarların nəyə əsaslandığını bilməlidir. Xəyanətə gələndə, ümumiyyətcə, biz dedik ki, canlılığın birinci şərti çoxalmaqdır. Düzdür. Deməli, əgər bu qədər önəmli bir şərtdirsə, deməli, bütün bədən sistemi də onun üzərində qurulub, çoxalmaq üzərində. Və bunu bilməklə insan davranışlarını idarə edə bilər. Necə? Deyək ki, xəyanətdən danışırıq biz. Məsələn, insanları buraxsaq, əgər poliqam olarlar. Məsələn, bəzi Amazon meşələrində və s. bunları görə bilirik. Sosial təzyiq olmadığına görə bir qadından doğulan uşağın atası bütün qəbilədəki kişilər sayılırlar. Əslində sosial təzyiq, indi bunu məsələn desəm başlayacaqlar ağzı falan büzməyə ki, elə şey olar falan. Əslində sosial təzyiq olmadığı bir yerdə bu normaldır. Çünki biz də o cür inkişaf eləmişiksə əgər təkamüldən, biz birdən-birə bu halda yaranmamışıq. Təkamül də deyəndə insanlar həmişə dinə bağlayırlar, amma əgər birdən-birə bu halda yaransaydıq, insan bədənində onlarla rudiment qalıq var, təkamülün izləri var. Məsələn, üçüncü göz qapağı, nə bilim, qulaq seymanlı bəzi yerlər falan, hətta bağırsaqlarımızda və s. Bunlar rudiment qalıqlar sayılır. Əgər birdən-birə bu halda yaransaydıq, həmin rudiment qalıqlar da olmayacaqdı. Və əgər nəzərə alsaq ki, milyonlarla il təkamül nəticəsində bu fikirlərimiz, bu hisslərimiz formalaşıbsa, deməli, bunların arxasında da bir səbəb dayanır. Xəyanətin arxasında da bir səbəb dayanır əslində. Bir qadına 100 kişi versə, bir il sonra bir uşağı olacaq, düzdür? Amma bir kişiyə 100 qadın versə, bir il sonra 100 uşağın olma ehtimalı var. Yəni, kişi beyni gen ötürmək üçün proqramlanıb. Və bu proqramı da bəzi sosial təzyiqlərlə bastırmağa çalışırlar. Və bu da insana zərər verir. Əslində bunu başa düşməlidir. Başa düşmədən bu sosial təzyiqlə bunu ört-basdır eləməyə çalışmaq, onu eləməməlisən, bunu eləməməlisən, şərəfsizsən və s. O həmin insana zərər verir. Həmçinin ailəyə də zərər verir. Və onu məcbur olaraq içindən gələn bir əgər instinkti varsa, onu məcbur olaraq gizli eləməlidir. Amma bunu başa düşsə, onu idarə edə bilər. Məsələn, deyək ki, kişi beyni əgər çox gen ötürməyə uyğunlaşıbsa, onda da cinsi istək yaradır. Tutaq ki, testosterondur. Məsələn, testosteron artacaq, vazopressin azalanda dedik ki, ailə daxili münaqişələr olanda insanda vazopressin səviyyəsi azalır və testosteron artır. Testosteron insanı həm risk almağa daha meyilli edir. Bəzi idmançılarda görürük, insan daha cəsarətli, daha riskli davranışlar atmağa məcbur edir. Bunları nəzərə alanda, əgər dedik ki, bir hormon nə qədər artırsa, insan zehnində bir o qədər ələ keçirir. Deyək ki, oturduğumuz vəziyyətdə biz aclığımızı hiss eləmirik, düzdür. Amma bir müddət keçəndən sonra acayacaq, qanımızda kortizol artacaq,
bədənimizdə qrelin hormonu və s. artacaq. Artdıqca da bizim zehnimizi ələ keçirəcəklər. Düzdür? Və biz də həmin hormonların bizdən istədiyi kimi hərəkət etməyə başlayacaq. Ac olanda, məsələn, normalda insan ac olmayanda necə olur? Səbirli, daha təmkinli və s. Aclıqdan amma daha əsəbi, aqressiv. Bəli. Deməli, kortizol insan zehnini ələ keçirir. Burada da testosteron insan zehnini ələ keçirir və insan istəmədən testosteronun ondan istədiyi kimi hərəkətlər edir. Yəni bir növü xəyanət fiziolojik bir durumdur. Bioloji, bəli, bioloji bir. Bioloji bir durumdur. Yəni hormonların hərəkətlənməsindən, dəyişməsindən bu gerçəkləşir. Bəli, bir də insanın biologiyasından gələn bəzi instinktləri var axı. Yəni bunlara əsasən xəyanət gerçəkləşir. Burada düzdür, sosiallıq da mühüm rol oynayır. İnsan yenə deyirəm, nə qədər bioloji bir varlıq olsa da, üzərinin sosial təzyiqin böyük bir önəmi var. Ona görə də insan bu sosial təzyiqin hardan gəldiyini, necə inkişaf elədiyini, məsələn, sosial təzyiq nə vaxtdan daha çox inkişaf eləməyə başladı? Təxminən 40 min il əvvəldən dedik ki, sosial təzyiq inkişaf eləməyə başladı. Son 10 min il, 10-15 min il ərzində insan standart həyata keçməyə, yəni bir yerdə məskunlaşmağa başladı. O vaxta kimi də bilirik ki, insan ovçu və toplayıcı şəkildə həyatını davam etdiribdi. Və son 10 min ildə buna türklər yerləşik həyat deyirlər. Bəli, yerləşik. Bir yerdə yəni məskunlaşmağa başladılar. Amma ovçu toplayıcı olan insan belə deyim də tayfası daimi olaraq hərəkət etməlidir. Gəzən, axtaran, araşdıran. Bəli. Çünki bir yerdə insan nəzərə alsaq ki, qida axtarmaq, yəni gününün böyük bir hissəsi qida uğrunda enerjisini sərf etməklə keçir. Həmin qidanı əldə etmək üçün daha uzaq yerlərə vəsərəm getməlidir, bir yerdə qala bilməzlər. Amma tarımçılıq inkişaf edəndən sonra insanlar bir yerdə məskunlaşmağa başladılar, çünki həmin əkib becərdiyi sahəni və sair bunları qorumağa ehtiyac var idi. Və buna görə də bəzi sosial təzyiqlər çox sürətlə inkişaf etməyə başladı, həmçinin bəzi xəstəliklər də çox sürətlə artıb çoxaldı. Və nəzərə alsaq ki, insan ömrünün, dedik ki, biz təkamüldə milyonlarla il ərzində formalaşmışıq və s. İnsan milyonlarla il, yüz minlərlə il təbiətdə, çöldə, mağarada və s. bu yerlərdə yaşayıb və son 20 min ildə başlayıbsa əgər onda sosiallıq və bir yerdə məskunlaşma vəziyyəti yaranmağa və insan bu qısa bir müddət ərzində zehni dəyişə bilməzdi. O vaxtdan gətirdiyi, keçmişdən gətirdiyi o bir növ hərəkətləri və s. dəyişdirə bilməz. Bu çox qısa bir müddətdə bu adaptasiya baş verə bilməz. Baş verə bilməz. Ümumiyyətlə, yəni belə soruşduğumuzda məsəl üçün kişilərmi bioloji olaraq deyirəm, yoxsa qadınlarmı xəyanətə daha çox meyllidir? Daha çox kişilər meyllidir. Çünki kişilərdə daha çox poliqamlıq dediyimiz bir funksiya var, amma qadınlarda monoqamlıq daha çoxdur. Təxmini olaraq kişilərin 90% poliqam, 10% monoqam olurlar, amma qadınlarda əksinə 90% monoqam, amma 10% poliqam olurlar. Bu da nə ilə əlaqəlidir? Dedik ki, canlılığın ilk şərti artıb çoxalmaq. Düzdür. Ürəmə. Tamam, bəs sual ola bilər ki, çoxalmanın canlılıq üçün ən önəmli şərt olması nə ilə əlaqəlidir? Dəyişən həyat şəraitində hansı canlılar daha çox nəsil artıra bilirlərsə, həmin canlılar həyatda qala bilərlər. İnsan düzdür, adaptiv bir canlıdır, düşdüyü vəziyyətə uyğunlaşa bilir, amma fərd olaraq uyğunlaşması çətin olur. Bunun üçün nəsillər lazımdır. Deyək ki, havanın temperaturu 60 dərəcə olsa, hamımız ölərik, düzdür. Okeanlarda turşuluq, məsələn, dəniz suyun turşuluğu artsa, çoxalsa və s. birinci balıqlar, sonra digər canlılar və s. sonra da insan, Allah rəhmət eləsin, ölüb gedəcək. Amma nəsillər artdıqca həmin dəyişən həyat şəraitinə uyğunlaşma baş verdiyi üçün canlılığın da ilk şərti odur. Yəni bu genlər sizdə qaldı, məndə qaldı, ya onda bunda qaldı, onun fərqi yoxdur. Əsas genlər ötürülsün, genlər sağ qalsın. Məqsəd budur. Yəni canlılığın ilk şərti deyəndə məqsəd odur ki, genləri sağ tutmaq, gələcək nəsli ötürmək və s. Və bu gün yeməyimiz, içməyimiz, həyatda elədiyimiz hər şeyin səbəbi bu genləri sağlam şəkildə başqa nəsilləri ötürməklə əlaqəlidir. Və burada da genləri ən çox ötürən kişilər olduğuna görə, çünki kişilər biz həmişə deyirik ki, seçici deyirlər, seçən qadın olduğuna görə, təbiətdə yəni seçən qadınlardır. Bu da nə ilə əlaqəlidir? Kişidə sperma hüceyrəsinin əmələ gəlməsi üçün çox cüzi enerji lazımdır. Qadının uşağı böyütməsi, ana bətnində 9 aylıq hamiləliyi nəzərə alsaq və s. sonrakı inkişafı, süd vermə.
Bu çox enerji tələb elədiyinə görə qadınlar daha çox seçici olurlar. Ona görə də bu da qadınları monoqamlığa gətirib çıxarır. Qadın nəsil artıracağı, doğacağı uşağın atasının genlərinə yaxşı baxmalıdır. Məsələn, deyək ki, tovuz quşu misalı var, bəlkə bilir. Tovuz quşu. Təbiətdə bilirik ki, onsuz da biz erkəklər dişilərdən daha cəlbedici olurlar. Çünki seçən qadındır. Kişilər seçilmək üçün formalaşıblar. Tovuz quşunun quyruğuna baxanda bilirsiniz ki, erkəklərin quyruğu falan çox gözəl olur. Belə baxanda təbiətdə nə üçün lazım ola bilər uzun quyruq? Yəni dişi tovuz quşu baxıb demir ki, bunun nə gözəl quyruğu var. Elə bir fikir, o gözəlliyə önəm vermir. Bioloqların fikrincə bunun səbəbi əgər həmin tovuz quşu nə qədər uzun quyruğu varsa və həmin uzun quyruğunu həyatda qala bilibsə, təhlükələrdən qoruna bilibsə, deməli bu daha güclüdür. Bu nəsil artırmaq üçün daha uyğundur. Təbiətdə tək insan yox, bütün beyni olan canlılarda bu cür seçicilik var. Gözəl, çox maraqlı. Bu tovuz quşu misalı çox xoşuma getdi. Yəni həm də bir növ göstəriş, o erkək egemenliğinin göstəricisi kimi sanki bir də. Biraz da istəyirəm bizim sahə ilə biraz bağdaşdıraq, neuroelmi və stomatologiyanı. Ümumiyyətlə belə deyim ki, diş ağrısı yalnız fiziki deyil, eyni zamanda da bir beyin tərəfindən bəlkə də kimə görə dəyişə bilər insana görə şişirdilmiş bir ağrı forması olduğunu deyirlər. Məsələn, insan var ki, ağrıya duyarlılıq məsələsi, məsəl üçün bu adam ağrı eşiyi 5-dirsə məsəl üçün skala ilə, digərində 10-dur. Ümumiyyətlə beynimiz ağrını necə yaradır? Birinci buna baxaq ki, ağrı nədir? Əgər bir canlı hərəkət edə bilirsə, deməli onun beyni var. Düzdür. Təbiətdə baxanda beyni olmayan heç bir canlı hərəkət edə bilmir. Ya beyin olmalıdır, ya da beyni oxşar, nə bilim, sinir sisteminə oxşar bir əlaqələr falan belə bir şey olmalıdır. Məsələn, bitkilər, ağaclar görür ki, bunların beyni yoxdur, hərəkət eləmirlər. Ağrı hərəkət eləyən bir beynin onu həyatda təhlükələrdən qoruma funksiyasıdır. Ağrı. Beyində ağrı reseptorları yoxdur. Yenə deyirəm, beyin əməliyyatlarına və s. xəstənin beyninə toxunanda. Bunlar adətən ümumi narkozdan yox, yerli keyləşdirməklə olur beyin əməliyyatları. Birinci dəri toxuması yerli keyləşdirilir, sonra sümüklər asılır. Sonra beyində cərrahi müdaxilə aparmaq üçün onu ağrısızlaşdırmağa ehtiyac olmur. Çünki beyində onsuz da ağrı reseptorları yoxdur. Amma beyin ağrını yarada bilir. Bu da biraz çox qəribə, çox geniş mövzudur. Beyin ağrı hiss eləmir, amma özü ağrını yarada bilir. Hansısa bir toxuma və sərim zədiləndə orada hüceyrə arası, hüceyrənin daxilindəki maddələr hüceyrə arasına çıxır və oradakı ağrı reseptorlarını qıcıqlandırır. Oradan da beyinə bir məlumat gedir. Beyin də həmin məlumatı analiz edib ağrının növünə uyğun bir reaksiya müəyyənləşdirir. Dişdəki ağrıya gələndə isə İnsanlar ağrıları fərqli olaraq qəbul edə bilərlər, düzdür. Ümumiyyətlə, insan müqayisəli canlıdır. Bir şeyi müqayisə eləyərək tanımlaya bilir. Və əgər yaşadığı ağrı əvvəlki ağrılarla müqayisədə daha çoxdursa, ya həmin an ağrını şiddətləndirən başqa bir hadisə yoxdursa, o ağrını normal olaraq qəbul edəcək. Yox, əgər emosional olaraq, nə bilim, fiziki olaraq bədənində bir döngü, hər hansısa bir proses baş verirsə, məsələn, deyək ki, acıdırsa əgər, insan ac olanda əgər bədəninin bir şeyə ehtiyacı varsa, onsuz da iradə gücü azalır. Və əgər bir şeyə ehtiyacı varsa, acıdırsa, ya emosional olaraq yaxşı vəziyyətdə deyilsə, o ağrının biraz daha həssaslığını hiss edir. Bir də ki, az öncə dediyimiz yaddaş olayı, məsələn, atıram uşaq vaxtı diş həkiminə gedib, onun hətta dişinə bir müdaxilədə ağrı hiss edib, məsələn, adam gəlib 30 yaşında hələ də diş həkimində ağrı olacağı hissini bilir. Beyin onu saxlayır və yadında onu məsəl üçün bu qədər şey necə depoluyur bəs beyin? Beyin adətən insan emosional canlıdır və yaşadığı emosionallıqları dərk edir. Deyək ki, məsələn, bura gəldik, yolda qarşılaşdığımız bəzi hadisələr bir həftə sonra unudacağıq, çox güman ki. Əgər yolda bir emosionallıq yaradan hadisə ilə qarşılaşsaydıq, məsələn, Allah eləməsin, deyək ki, dava eləsəydik, ya avariya eləsəydik və s. onu uzun müddət, bəlkə də ömrümüzün sonuna qədər unutmayacaqdıq. Yəni, işin içində emosionallıq olmalıdır. Və mütləq emosionallıq olmalıdır ki, beyin onu yadında saxlasın. Ağrı da emosional bir hiss olduğuna görə onu çox güman ki, yadda saxlayacaq. Ümumiyyətlə, həkim kimi bir növ beyinə toxunursunuz. Yazıcı kimi insanların ruhuna toxunursunuz. Ən çox hansı məsuliyyətlidir? Əslində ikisi də məsuliyyətlidir. Sadəcə biri etik cəhətdən, yazıçılıq etik cəhətdən məsuliyyəti var, amma həkimliyin klinik cəhətdən məsuliyyəti daha çoxdur. Daha çox məncə həkimlik olar. Deyə düşünürəm. Olar, çünki sonuçta bir hani məsəl üçün bir şey yazarsan, razıyam, onun da bir belirli məsuliyyəti var. Amma məsələn bir şey yazarsan,
Səhv olaraq silib təkrar yaza bilərsən. Amma Düz. əməliyyat vaxtı və beyində məsələn xüsusi bir yanlış bir şey xəstənin həyatını itirməsinə sonuçlana bilər. Düzdür və yaxud da səhv bir məlumat, Səhv bir onun məlumat, həyatını alt-üst yanlış edə bir bilər. teşhis. Tibbdə olan ümumiyyətlə yanlışlıq özünü çox tez büruzə verə bilər. Həmin anda hətta büruzə verə bilər, amma ədəbiyyatda olan əgər bir yanlışlıq varsa ki, yanlışlıq da onsuz da biraz əgər nə isə yazırıqsa, pozuruqsa bu biraz düşünülmüş, əvvəlcədən düşünülmüş, ya müəyyən qədər zamanımız olan bir müddət ərzində baş verir. Ona görə də yan təsirləri demək olar ki, çox az olur. Çox az. Və yaxud illər keçdikdən sonra həmin o yazılan bir şeyi bəlkə də dövr zaman dəyişib başqa cür şeyə çevirmək də olar. Bəli, olur. Az olur. Yazdığımız onsuz da bir şeyi insan öz hekayəsinə uyğun qəbul edir. Fərqi yoxdur, nə olursa olsun. Yəni, insanlar da müxtəlif nəzərə alsaq ki, müxtəlifdir. Hətta o barmaq testindən də demişdim, biraz daşqalıq eləmişlər bizə. Beynimizdə hipotalamus dediyimiz bir yer var. Düzdür, talamusun altında hipotalamus dediyimiz bir bölgə var. Həmin hipotalamusda nüvələr var. Məsələn, nüvələrdən biri seksual dimorfik nukleus, yəni seksual dimorfik nüvəsidir. Qadınlarda kişilərdən 2 dəfə balaca olur. Əgər bir oğlan uşağı testosterona məruz qaldıqca onu böyüdür. Əgər qız uşağı testosterona məruz qalsa, o da onu böyüdür. Testosteron da qızları da böyüdəcək həmin hissəni. Və onun böyüklüyü qadınlara olan meylliliyi artırır. Əgər kişilərdə o hissə balaca olacaqsa, o kişilərdə biseksuallığı ortaya çıxarır. Əgər qadın ana bətnində çox testosterona məruz qalacaqsa, məsələn, ana əgər müharibə şəraitindədirsə, ya zorakılıq və sairə varsa, onda testosteron bilirik ki, həm də stresslə əlaqəli, stres olanda da arta bilir. O da testosterona daha çox məruz qalacaq və əgər bətnində də uşaq varsa, qız uşağı varsa, o hipotalamusundakı həmin o dediyimiz nüvəcik böyüyürsə, o da qadınları lezbiyan olmağa daha çox meyilli eləyəcək. Yəni insan doğulur. İnsanın yaşadığı bu həyat bir neçə nəsil əvvəldən olan bir şeyin, bir hadisələrin onda ola bilər ki, təzahürü olsun. Və sosial təzyiq və s. bunlar. Demək ki, hansı ki bu cinsəl tərcihlərin fərqliliyi, məsəl üçün lezbiyanlıq və ya digərləri, bu demək ki doğuşdan, ana bətnindən var imiş. Düz doğuşdan olur. Yəni sonradan yaradılmış bir şey deyil. Çox 90% hallarda sonradan yaradılma olmur. Əgər sosial təzyiq və s. ola bilər ki, məsələn, olsun, hətta biseksuallıq olsun, amma sosial təzyiq onu örtbasdır eləsin. Əgər sosial təzyiq yoxdursa, insan dediyim kimi bioloji olaraq üzə çıxacaq. Biologiyası nəticə onu üzə çıxaracaq. Maraqlıdır. Sizcə gələcəyin insanı necə olacaq? Daha ağıllı mı, yoxsa daha yorğun bir beyinlə həyatını, yəni davam etdirmiş olacaq? Daha ağıllı mı, daha yorğun mu? Məncə daha yorğun. Çünki texnoloji çox yorur. Beynimizi işlətməyə imkan vermir, məncə. Çünki artıq süni intellekt deyə bir şey var günümüzdə. Yəni insan düşünmək istəmir. Bir şey haqqında məsələn, sabah mənim çəkilişim var, tık deyə yazır, hər şey hazırlayır, qoyur qabağına gedir. Amma eskiden düşünürdü, fikirləşirdi, zaman sərf edirdi. Məncə beyni daha çox, məncə beyin nə qədər çox inkişaf edərsə, o qədər daha az yorulur deyə düşünürəm. Nə qədər çox düşünsə, işləsə, o qədər daha az yorulur məncə. Düz. Əslində bu sualın bir neçə cavabı var. Məsələn, deyək ki, əgər yaxşı tərəfindən də baxa bilərik, pis tərəfindən də baxa bilərik. Mən texnologiyadan demək olar ki, istifadə eləmirəm heç birindən. Nə sosial şəbəkədən falan. Məsələn, sosial şəbəkədə düz videolar falan paylaşırıq, amma mən paylaşmıram. Aktiv istifadə eləmirsiniz. Demək olar ki, məsələn, süni intellekt falan bunlar istifadə eləmirsiniz. Süni intellektdən, əslində süni intellektdən istifadə edirəm, ancaq məcbur olduğum hallarda və bir şey çox sürətli başa gəlməsini istədiyim, təcili olan vaxtlarda. Çünki siz dediyiniz kimi mən əvvəllər görürdüm ki, bir şeyin cavabını artıq mən süni intellektdə axtarmağa başlayıram. Hətta mənim telefonumda kalkulyator, hava durumu, nə bilim, ayın tarixi və s. belə proqramlar da yoxdur. Çünki əvvəllər görürdüm ki, 2+2-ni telefonda kalkulyatorla hesablamağa çalışıram. Çünki insan beyninin bir vasitə olanda insan çalışır ki, beynindən az istifadə eləsin. Çünki beynimizin əsas məqsədi nədir? Bizi həyatda tutmaq və s. olar. Heç əsas məqsədlərindən biri enerjiyə qənaət eləsin. Bacardığı qədər enerjiyə qənaət eləməyə çalışır. Çünki nəzərə alsaq ki, qıtlıqlar dünyasında yaşamışıq, amma indi holding soyuducularda, marketlərdə və s. qida istədiyimiz qədər enerji əldə edə bilərik. Amma yenə deyirəm, milyonlarla il beynimiz o cür uyğunlaşdığı üçün bu qısa müddətdə dəyişə bilməz.
Ona görə də yenə də enerjini qorumağa çalışır. Tənbəllik də məsələn bunun üçündür. Süni intellektdən sürətli şəkildə, aktiv şəkildə istifadə etmək bununla əlaqəlidir. Məsələn, mən əvvəllər ayın tarixini hesablayanda tutaq ki, o telefonu tez açıb baxırdım. Amma indi ayın tarixini hesablamaq üçün düşünürəm. Məsələn, eşitdiyim bir hadisəyə görə deyək ki, məsəl üçün falan deyək ki, gün yerdə olmuşdum. Bu gün ayın neçəsiz? Neçəsi ola bilər falan. Bu cür hesablamağa çalışıram. Süni intellektin yaxşı tərəfləri də var o heç. Amma bir də məsələn digər tərəfindən baxsaq Neuralink var, artıq beyinlə əlaqələndirirlər. Beyinlə texnologiyanı əlaqələndirməyə çalışırlar. Bu texnologiya əslində çox uğurlu və çox sürətlə davam edən bir şeydir. Bu suala cavab verməzdən və qısaca bir şey də deyəcəm. Məsələn, insan dərisi ilə görə bilər. Əslində, dərisi ilə, dərimizlə görə bilərik, qulağımızla görə bilərik və s. Çünki bayaq dedik ki, aldığımız bütün məlumatlar elektrik qıcığına çevrilir, beynimizə gedir, düzdür. Beynimiz tık gələn elektrik enerjilərinə, qıcıqlarına uyğun şərh eləyir. Beyin üçün indi o gözdən yox, qulaqdan gəlir. Yəni görüntü onsuz da işıq birbaşa gedib beyinə düşmür. Aldığımız bütün məlumatlar elektrik qıcığına çevrilib o cür beynimizə gedirsə, beyin üçün onun bir fərqi yoxdur. Əslində, necə qəbul edirsə, fərqi yoxdur. Ona görə də bəzi texnoloji cihazlarla deyək ki, məsələn bir kameradır, görüntünü alıb dəridə həmin qıcıqları yarada bilirsə, o da beyinə gedəcək onsuz da. Beyin üçün məlumatın hardan, necə gəldiyinin o qədər də önəmi yoxdur. Beyin üçün əsas bir məlumat gəlsin. Məsələn, uşaqlar doğulanda səsi biz eşitdiyimiz kimi eşitmirlər. Biraz qarışıq, vızıltılı falan bu cür eşidirlər. Çünki beyin görməni, eşitməni, toxunmanı və s. bunların hamısını sonradan öyrənir. Biz elə bilirik ki, doğulandan sonra bunlar hamısı bizdə hazır paket kimi gəlir, amma sonradan öyrənirik. Bunlar da yadımızda qalmır. Çünki hipokampus dediyimiz yerdə doğulanda o qədər sürətli şəkildə sinirlər üzə çıxmağa başlayır ki, yaddaşın yaranmasına imkan vermir. Ona görə 3 yaşımızdan əvvəlki hadisələri xatırlaya bilmirik. Heç mümkün də deyil. Yəni bəzən zorduram görən nə olub, amma yenə də yoxdur yəni. Çünki hipokampusda o qədər qarışıqlıq yaranır ki, xatirələri yadımızda saxlaya bilmirik. Amma texnologiyanın, məncə insan texnologiyadan düzgün istifadə edə biləndə daha aktiv, daha məhsuldar olmağa başlayacaq. Məsələn, deyək ki, bu texnologiyadan, interneti deyim, məsələn, yenə deyirəm, beynimiz çoxalmaq üçün qurulubsa, internetdə istifadə olunan, yəni internetə girişlərin 70% pornoqrafiya üçün girirlər. İnsanlar o cür istifadə edirlər. Çünki zehin şuuraltı insandan bunu tələb eləyir. Yəni ona görə də. Son olaraq ürək yoxsa beyin? Nə üçün? Seçim olsa. Əslində biz Məsəl üçün bir insandan bu orqanlardan biri çıxacaq, ürəyi yoxsa beyni. Məsəl üçün mən ürək qalsın, beyin getsin deyərəm. Ürək qalsın, beyiniz. Nəzərə alsaq ki, bütün orqanlarımızı, beynimiz, beyin kötüyü dediyimiz bir yerdə, reptilian beyin, sürünən beyin deyirik ona. Bütün daxili orqanlarımız həmin hissədə idarə olunurlar. Yəni o olmasa... Siz beyin deyirsiniz. Bəli, beyin çünki olmasa ürəyimizdə döyünə bilməyəcək. Əgər qərar vermək üçün deyirsə, metaforik mənada deyirsə, mən çox güman ki, hisslərimizdən qərar vermək üstün tutaram. Çünki zehnimiz təkamüldə sonradan yarandığı üçün, deməli, zehinaltımızın bir qərar qəbulunda, hiss eləməkdə seçim haqqı daha çoxdur və doğru olma ehtimalı daha çox olur. Gözəl. Çox sağ olun. Dəyərli bilgiləriniz üçün. Fərqli bir söyləyiş oldu bizim üçün. Fərqli bir, yəni məsəl üçün hər hansı bir patologiyanı, bir xəstəliyi müzakirə eləmədik əslində burada. Sahənin daha dərinliklərini və görünməyən tərəflərini burada danışdıq. Çox maraqlı idi. Çox sağ olun gəldiyiniz üçün. Minnətdarıq sizə. Səhifənizi çox yaxından bir şəxs olaraq, fərd olaraq izləyirəm. Bu şəkildə davam etməyinizi də diləyirəm. Sizin bizə demək istədiyiniz, soruşmaq istədiyiniz bir şey varmı? Soruşmaq istədim yox, amma demək istədiyim bir şey var. Təşəkkür edirəm dəvətiniz üçün və bu addımı çox bəyəndim. Yaratdığınız şəraiti və bu cür istiqamətdə olmağınızı dəstəkləyirəm və sizə böyük uğurlar arzulayıram. Çox sağ olun. Minnətdaram. Sağ olun. Təşəkkür edirəm. Beləliklə bugünkü verilişimizin sonuna gəldik. Növbəti verilişlərimizdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı like etməyi unutmayın. Hələlik. Dediyiniz kimi tibbin görünməyən bir tərəfidir, arxadakı qəhrəmanlar.